1918-ci ildə mayın 28-də İstiqlal bəyannaməsi elan edilmiş və Şərqin ilk müsəlman ölkəsi, demokratik bir ölkəsi elan edilmiş və eyni zamanda bizim elə bayrağımızda baxmış olsaq, İslamın rəmzi olan yaşıl orada özünü əks etdirilməsi bir daha bizim bir xalq olaraq, bir millət olaraq, bir dövlət olaraq müsəlman və inancımızda İslam olduğu elə bayrağımızdan da öz əksini tapır. Belə deyil, 23 ay yaşamasına baxmayaraq, 23 ay o istiqlalın davam etməsinə baxmayaraq, həmin o dövrlərdə belə bizim milli mənəvi dəyərlərimiz, dini xüsusilə o adət-ənənələrimiz qorunub saxlanılıb. Baxmayaraq ki, 1920-də 23 ay sonra bu Sovet dönəmi, bu yaşlılar, atam, babam yaşında olanlar görüblər, yaşayıblar. 70 il bu müsəlmanlığı və İslamlığı aradan aparmağa çalışsalar da belə, amma bizim inancıl xalqımız, millətimiz gizlin-gizlində olmuş olsa, Quran və Əhl-i-Beyt əleyhimussalamlara olan sevgi məhəbbətlərini yaşadaraq, qoruyub saxlayaraq bugünkü gənclərimizə, bugünkü nəslə gətirib onu verə biliblər. Və məhz elə onların səyi nəticəsində, onların əzmi və iradəsi nəticəsində bugün bizim bir millət olaraq, bir xalq olaraq müsəlman və dinimizin isə İslam olmasında onların danılmaz əməyi və sözün həqiqi mənasında boynumuzda haqlar vardır.